Dərviş Parisi partladır filmində Monsieur Jordan inqilaba görə Fransaya qayıdırdı. Bəs söhbət hansı inqilabdan gedir? Paris dağıldı. Fransa bedbaxt oldu. Cenablar de Paris üsyan eləyiblər. Bu filmdə hadisələr 1848-ci ildə keçir. Fransada olan böyük inqilabı isə 1789-cu ildə başlayıb və 1799-a qədər davam edib. Deməli, burada söhbət böyük fransız inqilabından getmir. 1848-ci ildə isə Fransada həqiqətən başqa bir inqilab olur. Bu inqilabın adı 1848-ci il Fransız inqilabıdır. Həmin inqilab nəticəsində Kral Louis Philippi devrirlər və yerinə Napoleon Bonaparte'ın qardaşı oğlu Louis Napoleon Bonaparte prezident seçilir. O, həm də 3-cü Napoleon kimi tanınır. Monsieur Jordan'ın bu qədər narahat olmasına səbəbi isə böyük inqilab zamanı baş verən qanlı mübarizələrin yenidən başlanması ehtimalıdır. Görəsən Şahbaz bəy də Monsieur Jordan'la birgə Parisə getsəydi nə olardı? Düşüncələrinizi bölüşməyi unutmayın.